kimyəvi elementlər və onların simvolları. Siz artıq aşağı siniflərdə bəzi elementlərlə tanış olmusunuz. Maddələrin elementlərdən təşkil olunduğunu da bilirsiniz. Kimyəvi element eyni növ atomlardan təşkil olunur. Havanın tərkibində oksigen, azot və helium elementlərinin olduğunu bilirsiniz. Həmçinin ətrafımızda olan bütün canlı və cansız varlıqlar elementlərdən təşkil olunub. Kimyəvi elementlər kimyəvi simvollar, işarələrlə işarələnir. Bu simvollar onların latın dilində olan adlarının baş hərflərinə əsasən verilir. Bioelementlər. Ətrafımızda olan əşyalar kimi bütün canlılar da bitkilər, heyvanlar, insanlar maddələrdən təşkil olunub. Bitkilər fotosintez zamanı su və karbon qazından qlükoza və başqa qida maddələri əmələ gətirir. Qida zənciri fotosintez edən bitkilərlə başlayır və digər canlı orqanizmlərlə davam edir. Nəticədə qida maddələri bitkilərdən insan və heyvan orqanizmlərinə ötürülür. Canlı orqanizmləri təşkil edən maddələr. Canlı orqanizmlərin əsas hissəsini su təşkil edir. Müxtəlif canlı orqanizmlərdə suyun kütləcə miqdarı fərqli, təqribən 55-90% olur. İnsan bədəninin kütləcə 60-65%-ni su təşkil edir. Canlı orqanizmlərdə həmçinin zülallar, yağlar və karbohidratlar da mövcuddur. Bu maddələr bitki və heyvan orqanizmlərində əmələ gəlir. İnsanlar bu maddələri heyvan və bitki mənşəli qidalardan qəbul edir. Zülallar, yağlar və karbohidratlar insan bədənində əzələlərin, toxumaların, dərinin, tüklərin və sümüklərin bir hissəsini təşkil edir. Bioelementlər. Canlı orqanizmlərdə olan maddələrin tərkibinə 70-dən çox element daxildir. Bu elementlər bioelementlər adlanır. Suyun hidrogen və oksigen elementlərindən təşkil olunduğunu bilirsiniz. Yağlar və karbohidratlar karbon, hidrogen və oksigen elementlərindən, zülallar isə əlavə olaraq azot və digər elementlərdən təşkil olunur. Cansız təbiətdə olan mühüm elementlər. Canlı orqanizmlər kimi cansız təbiəti atmosfer, hidrosfer və litosferikə maddələr təşkil edir. Havanın və hidrosferin tərkibi haqqında məlumatınız var. Yer qabığı isə torpaqdan və bir sıra mineral maddələrdən təşkil olunur. Bu maddələrin bəzilərindən biz inşaat materialları kimi istifadə edirik. Havanın tərkibi. Atmosferin alt qatının tərkibinin havadan təşkil olunduğunu bilirsiniz. Hava isə əsasən azot və oksigen qazlarından təşkil olunur. Bu qazlardan əlavə havanın tərkibinə az miqdarda karbon qazı, helium, neon, argon, su buxarı və başqa qazlar da daxil olur. Havada olan oksigen canlı orqanizmlərin tənəffüsü zamanı istifadə olunur. Həmçinin yanma prosesi oksigenin iştirakı ilə baş verir. Karbon qazı isə fotosintez prosesində istifadə olunur. Havanın tərkibində olan oksigen və karbon qazının miqdarı fotosintez və canlı orqanizmlərin tənəffüsü ilə tənzimlənir. Fotosintez zamanı bitkilər tərəfindən havada olan karbon qazı udulur və oksigen qazı ayrılır. Tənəffüs zamanı isə əksinə oksigen qazı udulur, karbon qazı ayrılır. Bu səbəbdən havada olan oksigen və karbon qazının daim kimyəvi çevrilmələrə məruz qalmasına baxmayaraq, miqdarları əsasən sabit qalır. Metallar və onların xassələri. Ətrafımızdakı əşyaların bir çoxu müxtəlif metallardan hazırlanır. Gündəlik həyatımızdan bizə tanış olan metallara alüminiumu, dəmiri, misi, qızılı, Au, gümüşü, Ag, wolframı, W misal göstərə bilərik. Eləcə də natrium, kalium, kalsium, magnezium, Mg, zink, zaten, qurğuşun, Pb, mangan, Mn, xrom, Cr və civə metalları da müxtəlif məqsədlər üçün geniş istifadə olunur. Ərimə temperaturu və adi şəraitdə halı.
Metalların bəzi ümumi xassələri vardır. Ərimə temperaturları yüksək olduğu üçün metallar adi şəraitdə 20 dərəcə Selsidə bərk halda olur. Metallardan ən aşağı ərimə temperaturuna malik olanı civədir və yalnız o, adi şəraitdə maye haldadır. Ən yüksək ərimə temperaturlu metalın isə volfram olduğunu bilirsiniz. Metal parıltısı. Metalların mühüm xassələrindən biri metal parıltılı olmalarıdır. Bu səbəbdən bəzi metallardan müxtəlif zinət əşyaları, suvenirlər və s. hazırlanır. Sıxlıq və bərklik. Metalların sıxlığı çox olduğu üçün onlar əsasən ağır olur. Metallar həm də bərk maddələrdir. Bu səbəbdən bəzi əşyalar, konstruksiyalar metallardan və onların ərintilərindən hazırlanır. Elektrik keçiriciliyi. Metallar, xüsusən gümüş, mis, qızıl və alüminium elektrik cərəyanını yaxşı keçirir. Elektrik naqilləri əsasən mis və alüminiumdan hazırlanır. Qeyri-metallar və onların xassələri. Allotropiya. Siz artıq qeyri-metallardan hidrogen və oksigen ilə tanış olmusunuz. Hidrogenin tərkibi H2, oksigenin isə O2 kimi ifadə olunur. Hidrogen və oksigenden başqa qeyri-metallara helyumu, azotu, fluoru, xloru, bromu, Br2, yodu, I2, karbonu, kükürdü, fosforu, silisyumu və başqalarını misal göstərmək olar. Adi şəraitdə halı və kövrəkliyi. Qeyri-metallar adi şəraitdə müxtəlif hallarda olur. Hidrogen, oksigen, helyum, azot, xlor, qaz halında. Brom, maye halda. Yod, karbon, kükürt, fosfor, silisyum isə bərk haldadır. Onlar əsasən elektrik cərəyanını və istiliyi keçirmir. Metallar plastik olduğu halda, qeyri-metallar kövrək olur və zərbənin təsirindən parçalanır. Rəngi. Qaz halında olan qeyri-metallardan oksigen, azot, hidrogen rəngsizdir. Xlor isə sarımtıl yaşıl rənglidir. Brom qırmızı qəhvəyi rəngli maye, yod isə tünd bənövşəyi rəngli bərk maddədir. Elm, texnologiya, həyat. Qeyri-metalların tətbiqi. Metallardan fərqli olaraq, qeyri-metallar çoxşaxəli istifadə imkanlarına malikdir. Buna səbəb, qeyri-metalların xassələrinin bir-birindən fərqli olmasıdır. Hər bir qeyri-metal öz xassəsinə görə müxtəlif məqsədlər üçün istifadə olunur. Oksigenin tibbdə tətbiqi. Oksigenin tənəffüs prosesində və canlı orqanizmlərin fəaliyyətində mühüm rol oynadığını bilirsiniz. Oksigen çatışmazlığından əziyyət çəkən xəstələrin tənəffüsü üçün tibbdə oksigen balonlarından istifadə olunur. Belə balonlardan bəzi hallarda alpinistlər və dalğıçlar da istifadə edirlər. Hidrogen yanacağı. Hidrogendən yanacaq kimi istifadə olunur. Onun yanmasından su əmələ gəlir ki, o da ətraf mühiti çirkləndirmir. Bu səbəbdən hidrogen ekoloji təmiz yanacaq hesab olunur. Günümüzdə hidrogen yanacağı ilə işləyən müxtəlif avtomobillər də istehsal olunmuşdu. İçməli suların dezinfeksiyası. İçməli suların dezinfeksiyasında xlordan və ozondan istifadə olunduğunu bilirsiniz. Bu maddələr təbii suyun tərkibində olan mikrobları öldürür, zərərli maddələri zərərsizləşdirir. Bu məqsədlə xlordan istifadə olunması ucuz başa gəlir. Lakin xlor suya xarakterik iy verir. İnsan orqanizminə düşdükdə zərərli təsir edir. Müasir su təmizləmə qurğularında bu məqsədlə əsasən ozondan istifadə olunur. Bu üsul baha olsa da daha effektivdir. Aktiv kömürün tətbiqi. Təbabətdə istifadə olunan aktiv kömürün əsas tərkib hissəsi karbondur. O, məsamələri hesabına orqanizmdə olan bəzi zərərli maddələri udur və həzm prosesinin normal baş verməsini tənzimləyir. Aktiv kömürün udma xassəsindən su filtrlərində və əleyh qazlarda da istifadə olunur. Bu hallarda aktiv kömür suyu və nəfəs aldığımız havanı zərərli maddələrdən təmizləyir. Çap işləri. Tərkibi əsasən karbondan ibarət olan başqa bir maddədən, dudadan, yəni hisdən, qara boyalar hazırlanır və çap işlərində istifadə olunur.